Dərs 6. Sənədin yadda saxlanılması. Sənədin sonraki istifadələri üçün onu mütləq yadda saxlamaq lazımdır. Bunun üçün həmin fayla ad verib, onu sərt disk, yumşaq və ya şəbəkə diskində yadda saxlamaq lazımdır. Sənədin ilkin yadda saxlanılması zamanı onun adının və saxlanılacağı yerin göstərilməsi vacibdir. Bunun üçün fayl menüsünü açın. Açılan kontekst menyudan hansı adla yadda saxlamalı? Saxranit как və ya ingiliscə desək save as əmrini seçin. Beləliklə ekranda hansı adla yadda saxlamaq, save as və ya saxranение dokumenta adlanan pəncərə açılacaq. Açılmış dialoq boksunda faylın yadda saxlanılması üçün ad verin. Məsəl üçün, məlumat. Və faylı yadda saxlanılacaq yer təyin olunur. Deyək ki, işçi stol. Bundan sonra faylı yadda saxlamaq üçün saxranit düyməsini sıxın. Beləliklə, faylımız yaddaşa verildi və başlıq zolağında artıq fayla verdiyimiz adı gördük.